آن پرچم علینی ucatmışıq biz məktəbində izzət kazanmışıq biz. محمد بن عبد الله وعلى أهل بيته الطيبين الطاهرين واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أما بعد، اللهم كل وليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Allah'ın lütfü ve inayetiyle ve İmam Zaman Aleyhisselam'ın da mübarek nəzəri ilə istəyirik bu gündən etibarən Şeyx Cəfər Sübhani ağanın Mucəzül Usul elmi, Mucəzül Usul kitabına başlayaq. Usul elmində yazdığı Mucəzül Usul kitabının tədrisinə başlayaq. İndi hər nə qədər neçə dərs çəkərsə Allah'ın izindən çalışacaq ki, davamlı şəkildə bu dərslər deyilsin, yazılsın və Allah'ın izni ilə mümkün sosial şəbəkələrə də yerləşdirilsin. Əvvəlcə bir balaca kitab barəsində məlumat verək, ondan sonra inşallah keçərik dərsə. Şeyx Cəfər Sübhani Rıdvanullahi Hafizahullah o qədər öyrəşmiş ki, ölənlərə Rıdvanullahi aleyh deməyə. Söz yox, Allahın rızvanı hamıya ehtiyac var, amma hələ ki, hal-hazırda Şeyx sağdır, Allah ömrünə biraz da bərəkət versin, o bərəkətli ömrünü biraz da uzun eləsin və bütün müsəlmanlar onun bəhrələnməyindən müvəffəq eləsin. Xülasə, Şeyx buyurur ki, mən baxdım, gördüm ki, hövzələrdə dərslik kimi, ibtidai dərslik kimi Şəhid Saninin oğlu Şeyx Həsən Amili Rıdvanullahi aleyhin Məalimül Üsul kitabı tədris olunur. İlk ibtidai kitab olaraq Üsul kitabının, Üsul elminin başlanğıcı olaraq Şəhid Saninin oğlu Şeyx Həsənin Məalimül Üsulü dərslik kimi keçilir. Amma deyə baxdım, gördüm ki, artıq bu kitab özünü doğrultmur. Niyə görə? Baxmayaraq ki, öz zamanında, yəni 400-450 il bundan qabaq bəlkə də yazılmış kitabdır. Çox böyük alimlər, müştəhidlər, amma sonra kitabın əsasında yavaş-yavaş formalaşıb tələbəlikdən alimliyə keçiblər. Yəni, böyük haqqı var şiənin alimlərinin boyunda. Amma Şeyx yaşayıb 450 il məsələn deyə bundan qabaq bizdən. 450-500 il bundan qabaq yaşamış alimdir. Ondan sonra çoxlu elmi nəzəriyyələr çıxıb ki, artıq məalim-ül usulda yoxdur o şeylər. Ondan sonra Şeyx Ənsarilər gəlib, Sahib-i Kifayələr gəlib, mühəqqiq İraqilər gəlib, mühəqqiq Nainilər gəlib, hərəsi öz nəzəriyyəsi ilə üsul elmin həddən artıq inkişaf elətdiriblər. Yeni nəzəriyyə gətiriblər ki, Şəhid Saninin oğlunun ondan xəbəri yox idi. O vaxtlar yox idi o şeydə. Çünki onlar hamısı ondan sonra yaranan nəzəriyyələrdirlər. Ona görə artıq həmən kitab müasir dünyamızda, müasir hövzəmizdə cavab vermir. Öz zamanında ən böyük, ən gözəl kitablardan idi ibtidai kitab olaraq, amma hal-hazırki dönəmdə artıq üsul elmi demək olar ki, son dərəcə inkişaf elədiyi üçün artıq həmən kitab fayda vermir. Ona görə ki, məalim üsulu əvəz edəcək, Mucəzül üsulu yazdım. Və çalışdım ki, deyir ki, nə çox ifrat dərəcədə yığcam etməyəm ki, mənaya xələl gətirsin. Nə də çox uzun mətləblərə toxunmayayım ki, kitabı həm həcmdən çıxarsın, həm də bezdirici, yorucu olsun. Ona görə itnabla və icaz arasında, icaz yəni həddən artıq xülasələşdirmə. İtnab da son dərəcə məsələni uzatmaq. İtnab və icaz arasında çalışdım ki, ibtidai kitab olaraq, hövzədə dərslik olaraq 3-cü, 4-cü sinifdə başlayaraq dərslik kimi keçiriləcək bir kitab kimi bu kitabı yazdım və kitabın da İçində o demək deyil ki, hər nə yazmışamsa bir müştəhid kimi onu mən qəbul edirəm. Diqqət eləyə bu sözə. Şəhid Sədr də bu söz deyib bu hələqatda. Şəhid Sədrin dediyi sözdə Şeyx Sübhani bu kitabın əvvəlində təkrar eləyir. Deyir, mən bu kitabı dərslik kimi yazmışam. Mümkündür orada dediyim sözü nəzəriyyə olaraq qəbul eləyəm. Mümkünü qəbul eləməyəm. Bir müştəhid kimi o yazdığımla razı da ola bilərəm özüm, narazı da ola bilərəm. Mən bunu dərslik yazmışam, tələbə dərs oxusun. O demək deyil ki, orada nə yazmışamsa onu qəbul eləyib yazmışam. Yalnız bir dənə alimin nəzəriyyəsidir, yaxşı bilib yazmışam. Amma hər yaxşı bildiyim o demək düzgündür. Mümkün mənim nəzərimdə düzgün deyil. Ona görə kimsə deyə bilməz ki, məsələn, Şeyx Sübhani filan şey deyib, mucəzdə deyib, onda yekun nəzəri odur. Ola da bilər, nəzərim olmaya da bilər. Bunu mən tələbəni yuxarı mərhələlərə hazırlıq üçün ibtidai dərslik yazmışam. Nəzərlərimlə, yəni yekun nəzərimlə öz gəldiyim qənaddan üst-üstə də düşə bilər, düşməyə də bilər. Mümkün məsələn deyək, bir məsələdə 3-dən 4 dənə nəzər vardı. Tələbənin fəhmi üçün ən asan nədir? Onu seçib yazmışam.
Amma mümkün mən o başqa bir nəzərini seçmişəm. Ona görə də heç kim deyə bilməz ki, Mucəzül Usulda nə yazıbsa Şeyx Sübhani qəbul eləyib yazıb. Qəbul elədikləri də var, rədd elədikləri də var, qəbul etmədikləri də vardı. Xülasə deyir ki, böyük alimlərimiz ki, Şeyx Ənsari kimi, ya Muhəqqiq Naini kimi, ya Şeyx Sahib Kifayə kimi, ya Xurasani kimi böyük nəhənglərin kitabları əsasında çalışdım ki, o nəzəriyyələrin xülasəvar formasını qeyd eləyim. Və çalışdım kitabı da Axund Xorasaninin Kifayətül Üsul kitabı üzərində, onun belə deyək də mənhəci üzərində, onun sıra ardıcılığı üzərində kitabı o əsasda düzən. Yavaş-yavaş indi keçək, görək ki, Şeyx kitabda bizə nədən danışır və hansı məsələlərə toxunacaq. Bu, Şeyxin dediyi müqəddimə idi ki, xülasəvar şəkildə dedim. Buyurur ki, mən bu kitabı 9 məqsəd üzərində formalaşdırdım. Kitab elə böyük kitab deyil, amma mümkün ünvanlar çox olub. Buyurur ki, ümumi fehres, ümumi mündərizat bunlar ibarətdir. Birinci müqəddimədir ki, 12 dənə məsələyə toxunmuşam. Birinci məqsəd, müqəddimə, daha doğrusu məqsədlərə başlamışdan əvvəl birinci müqəddimədir ki, 12 dənə əmrdən, 12 dənə nöqtədən ibarətdir. İkinci məqsəd fil-əvamir, əmr bəhsidir və fihi tis'atu fusul. Əvamir bəhsinin də 9 dənə fəsli vardır. İkinci məqsəd nəvahi, yəni nəhi siğələri bəhsidir. Onda da 6 dənə fəsil vardır. Üçüncü məqsəd məfahim, yəni cümlələrin dəlalə iltizamiyyəsi bəhsi, geniş danışacağım, məfahim bəhsidir və onda da 5 dənə məsələyə toxundum və 6 dənə də fəslə. Həmən məfahim bəhsində 5 nöqtəyə və 6 fəslə işarə elədim. Dördüncü məqsəddə ümum və xüsus bəhsidir ki, orada da 8 dənə fəslə işarə elədim. Beşinci mütləq və müqəyyəd, mücməl və mübəyyən bəhsidir ki, orada da 6 dənə fəslə işarə elədim. Altıncı məqsəd əl-hücəc vəl-əmarat bəhsidir, orada da 2 dənə məqama, 2 dənə məsələyə işarə elədim. Yedinci məqsəd üsul əməliyyədir ki, orada da 4 dənə fəslə ayırdım, danışdım orada. 8-ci fəsil təarruzul ədillə bəhsidir. Onda da 4 dənə məsələyə və 2 dənə fəslə işarə elədim. Və bunlar demək olar ki, kitabın xülasəvar bir mündərizatı idi. Ondan sonra keçir birinciyə, yəni müqəddiməyə. Müqəddimədə buyurur ki, və fiha umurun. Bu məsələdə də neçə dənə işlər vardır, neçə dənə toxunacağımız məsələlər vardır. Birincisi, tərif-i elm-i usul və mövzuhu və gayətuhu. Birinci nöqtə ki, işarə eləyəcəyik, üsul elminin tərifi nədən ibarət, usul elmi hansı elmdir, o elmin tərifi nədir, mövzusu nədir və nə üçün oxunulur. İkinci, təqsimul məbahis, ikinci nöqtə, yəni müqəddimənin ikinci nöqtəsi budur ki, təqsimul məbahisil usuliyyə ilə lafziyyə və əqliyyə. Üsul məbhəslərin, üsul dərsin, yəni üsul elmin 2 qismə böləcək, ləfzi və əqli məsələlər, məbahisul usul, üsul məbhəslərin, üsul məsələlərin 2 qismə ayıracağıq, əqli məsələlər və ləfzi məsələlər. Üçüncü, vəd və əqsamuhu, yəni adlandırma, hər hansı bir şeyə ad qoyma və onun 4 növü və onun növləri şəxsiyə və növüyə ayırmaq, 4 növə və oradan da başqa bir təqsimlə şəxsi və növ'i növləri ayırmaq. Bunlar hamısı geniş gələcək. İstəyirik ki, biz ibtidai şəkildə kitabın forması gözümüzün qabağına gəlsin. 5-ci nöqtə həqiqət və məcaz bəhsidir. 6-cısı həqiqət və məcazın əlamətləri nədən ibarətdir? 7-ci ləfzi üsulların, ləfzi qaydalar hansılardır? 8-incisi müştərək ləfz nədir, mütəradif ləfz nədir və onların mümkün olub olmamağı barəsində və baş verib verməməyi barəsində danışacağıq. Ki, orada geniş, onların hamısının bəhsi gəldiyi kimi, bunlarda geniş bəhsi gələcək. Mümkündür, bəzi bəhslər qrammatikada artıq oxumusunuz. Məntiqdə ya qrammatikada qulağınıza dəyib. Çünki bəzi məsələlər vardır ki, bu 3 elmin üçündə də gəlir. Məbahisul əlfaz bəhsi ki var, məsələn, müştərək ya mütəradif sözlər, bunlar mümkündür qrammatikada da, sərf nəftdə də mümkündür qabağıza çıxar, məntiq müzəffərdə də qabağıza çıxar, üsulda da çıxar. Amma hər bir alim özünə sərf eləyən cəhətdən məsələ yanaşır, özünə maraqlı olan cəhətdən yanaşır. Qrammatikaçı qrammatikaya aid olan hissəsindən yanaşır məsələyə, məntiqçi kimi, üsulçu da üsulçu kimi. Mümkündür, eyni bir məsələ 3 elmdə bəhs olunar. Amma hər kəsən özünə, belə deyək də, sərf eləyən formada və özünün qabağını qoyduğu hədəfə xidmət eləyəcək formada həmən məsələni araşdırar.
Xülasə, yəni müştərək və muradif ki, bəhsi var. Qrammatikadakı bəhsləri eləməyəcək. Qrammatikada mümkün bez ibtidai sözlərdən keçəcək üsuli bəhslərə ki, üsuli bəhsə nə əlaqəsi var? 9-cu məsələ istimal müştərək fi əksər min məna. Görəsən, hər hansı bir omonim sözü, müştərək sözü eyni vaxtda bir neçə mənada işlətmək mümkündürmü? Ondan sonra 10-cu məsələ əl-həqiqə şəriyə və mütəşərriiyyə. Həqiqə şəri və mütəşərri gəlmiş danışacaq. Nə deməkdir? Mənaları nə deməkdir? Vardır, yoxdur. 11-ci məsələ Ənə əsmal ibadət və muamilət mövduatun lis-sahih əvil əm. Görəsən, ibadətlər və muamilətlər üçün qoyulmuş ad. Məsələn, deyirik ki, salat, namaza deyirik salat. Ya alverə, məsələn, bey'ə deyirik. Bu salat və yaxud da bey sözü səhih üçün nəql olunur, vəz olunurdu ya, səhih nə də demək olar, batil nə də demək olar. Gələcək onun bəhsləri qabaqda. 12-ci məsələ əl-müştəq və ənəh mövduun lil-mütələbbis bil-məbdə əvil əm. Sonuncu, yəni müqəddimənin sonuncu məsələsi müştəqin barəsində görəsən mütələbbis bil-məbdə üçün vəz olunubdur və yaxud da ki, əm üçün. Geniş bunlar hamısının bəhsi geniş-geniş gələcək və şirin-şirin, yəni ləzzətli bəhslərdirlər hər biri. Yavaş-yavaş istəyirik ki, başlayaq bu gündən etibarən, bu dəqiqədən etibarən kitabın özünə daxil olunurlar. Hamısı müqəddimə ünvanında dediyimiz sözlərdir. Əl-əmrul əvvəl tərif və ilmil usul. Birinci məsələ üsul elminin tərifi. Əvvələn bunu qeyd edeyim ki, mümkündür. Biri deyər ki, bizim üsul elminə nə ehtiyacımız var? Üsul elmin neyini edirik biz? Kitabını oxuyaq. Qısa deyirəm, geniş qabaqda mümkün bəlkə elə işarə edəcək. Hər nə qədər məsumların əsrindən uzaq düşürüksə, bir o qədər üsul elminə ehtiyacımız artır. Niyə görə? Üsul elmi, fiqh elmi üçün, fiqh elmində yəni hökm-i şər'iləri istinbat eləmək üçün qayda düzəldən elmdir. Məsələn, misal deyək ki, bu kameranı düzəldən bir zavod vardır. İndi həmən o kamera üçün lazım olan o hissələr ki var, dəmiridir, plastikidir, nə bilim, nə idi, o şeylər, lazım olan şeylər olmasa, zavod o kameranı yığıb düzəldə bilər? Yox. Düzdür, məsələn, biz o hardan gəldiyi o qədər maraqlı olmur. Bizəm yekun nəticədə oldu ki, o kamera orada olsun, o məni çəksin, məsələn, səsimi yazsın oraya, elə deyil. Yekun nəticə. Risalə əməliyyədə o cürdür. Avam cəmaata nədir? Avam cəmaata müştəhid risalədə yazsın ki, namazı filan şey batil eləyib, üstəsidik dəysən, necə yuyacaqsan, itiqabı yalasan, nətər eləyəcəksən, evlənəndə kəbini necə kəsəcəksən, boşayan arvadı necə boşayacaqsan. Hazır gəldi risalədə yazıldı. Amma hardan gəldi o? Hardan gəldi çıxdı ora? Heç şübhəsiz ki, müştəhid o risaləni yazanda, ən azından 50-60 il dərs oxuyanız o risaləni yazırlardı. Hardan yazdı? Ayə və hədislərdən çıxartdı, dədəsinin cibindən çıxartdı. Bəlkə müştəhid icazə verir ki, özündən ağlına gələn şeylər yazsın. Mütləq və mütləq risalədə yazdığı o hökmlər hamısı ilahi hökmlər olmalı. Yoxsa Allahın hökmləri olmalı. Mən neyə müştəhid olub çox şey yazar orada. Mənə ehtiyacım budur ki, yəni istədiyim müştəhiddən budur ki, mənə Rəbbimin hökmlərini ver. Mən neyə sən ağla nə xoş gəlir, nə xoş gəlmir. Məşiyyədə kimisə ağlına xoş gəldiyi bir hökm yoxdur ki. İddiamız budur ki, bu risalə əməliyyədə olan hökmlər hamısı ya birbaşa ayə və hədisin məzmunudur və yaxud bizə lazımdır. Və yaxud da ki, xüsusi qaydalar ki, ayə və hədislər əsasında, yaxud da qəti əqli dəlil əsasında sabit olub, həmən qaydalar əsasında verilmiş hökmlərdilər ki, Quran və hədislərlə ziddiyyət təşkil etməsin. Ondan sonra hüccət olur. Yoxsa bu müştəhidin ağlına bir xoş gələr, o bizdən də başqa şey qoyur. Dindən din olmaz ki, hər an ağlına xoş gəlsə bir fətva yazsa, nə olmaz? Müctəhid hər hansı bir məsələni istinbat eləyirsə, mütləq deməli filan ayə söykəndim, filan hədisdən çıxartdım və yaxud filan qaydadan çıxartdım. Deməli, harda ki, əlimizdə qəti şəkildə ayə və hədis var, nə gözəl. Elə birbaşa, ta ki, məsələn, fərzən belə deyək. Deyək, müştəhidə sual verirlər, fərzən deyək ki, ay müştəhid filan kəs. Bir kişi arvadını neçə dəfə boşaya bilər? Ondan sonra alamaz, dedi 3 dəfə. Qısa konkretdə lazımdır. Ne dedi? Quran açıqlaşır ki, ət-talaqu mərrətan. Fə-imsakun bil-ma'rufin əv təsrihun bi-ihsan. Talaq verməyən arvada qayda biləcəyin talaq 2 dəfədir. 3-cü verin də qayda bilməyəcəksən. Qısa konkret, məsələn. Amma hər məsələ bu cür asan deyil ki, Quranın zahirində olsun, götür onu yazsın risaləyə. Deməli, onda bəzi məsələlər vardır, çox ağır bir proseslər keçir. Yaxşı, hansı elmdir ki, müctəhidi hazırlayır ki, o istinbatda xəta eləməsin? Həmən usul elmidir. Məsumların dövründə və yaxud onlara yaxın bir zamanda mümkündür müştəhidlərin o qədər çox ehtiyac yoxdur. Çünki həm dünya bu qədər inkişaf eləməmişdi, məsələlər bu qədər çoxalmamışdı.
həm də ki, hədislər bu qədər qarışıq düşməmişdi. Ona görə o dövrdə ehtiyac əgər 5%, 10%-dən indi olub 80%, 90% ehtiyacımız olub usul elminə. Və hər nə qədər də İmam əleyhissalamın qeybətindən uzaqlaşırıqsa, bilmirik ki, İmam əleyhissalam sabah gələcək, ya 1000 il sonra gələcək, onu Allah bilir nə vaxt gələcək. Hər nə qədər qeybəti kubra uzanırsa, bir o qədər usul elminə ehtiyacımız çoxalır və çox təəssüflər olsun ki, bir sıra axmaq tələbələr deyər, tələbə donuna girmiş insanlar ki, əxbariliyi rəvac verir. Elə bilir ki, bu şiənin xeyri nədir? Güya, nəuzubillah, nəstəcürbillah, üsulçu müştehidlər, əhl-i beytin düşmənlər imiş, hədisin düşməni imiş. Bunlar bu hədisi o qədər çox istəyiblər, bunlar olublar əxbari. Başa düşmür, qanmazlar başa düşmür ki, müştehiddən çox sən imamı sevə bilməzsən ki, gecə-gündüz imamın hədisləri ilə işləyirlər. Amma o hədislərə o qədər alçaq, şərəfsiz insanlar zirzibil qatıblar ki, ondan sonra müştehid təyin edə bilir. İmamlar özləri buyururdu, bizi hər bir zamanımızda bizim adımızdan yalan danışanlar çoxalacaq. Bizim adımızdan çoxlu yalanlar uydurub qatacaqlar hədislərimizin içinə. Yaxşındır, avamı deyir, get falan hədis kitabı götür, oxu. Avam nə biləcək ki, hansı hədis imamın sözü, hansı imamın adından deyilmiş yalandır. Kim təyin edə biləcək onu? Yeganə yol olur ki, üsul elmini oxuya. Üsul elmidir ki, bizim gözümüzü açır ki, o qaydaları müştehidin əlinə təqdim eləyir ki, hansı qayda əsasında hədisin yaxşısını, yamanını ayıra bilər ki, deməsən bu hədis məsuma nisbət vermək olar, bu isə nədir? 100%-ya böyük ehtimal ki, məsumun adından deyilmiş yalandır. Üsul elmi də onun müştehidin gözünü açır. İmamın hədisindən düşmənçiliyi yoxdur, müştəhidin ki, bu hədisi atsın o tərəfə. Demək, hədisdən nəsə bir müşkül olub, problem olubdur, hansısa bir dənə cəhətdən nəsə işgal bilib, ona görə hədisə əməl eləməyib, keçib qaydaya. Onlar nə deyirlər? İmamın hədisini atdı üzərinə istisabla fətva verdiniz. Belən istisab özdə imamın dediyi buyruqdur. İstisab müştəhid dədəsinin cibindən çıxardmır. İstisab da nədir? İmam Sadiq Əleyhisselam hədislərinə söykənən qaydadır. Hədisi də kənara qoymağının səbəbi odur ki, hədisdə müşkül var, yoxsa imamın hədisində nə müşkül, nə müştehidin nə düşmənçiliyi var ki, imamın hədisini qoysun o tərəfə, durub istisaba məsələn əməl eləsin. Demək, nəsə bir problem varmış, ona görə əməl eləməyib. Xülasə, bu axmaq əxbarilərin, insanların zehnini xarab edən şübhələridir ki, güya bu cür qələmə verirlər ki, müştehidlərin, üsulçu müştehidlərin güya əhl-i beytin hədisində düşmənçiliyi var. Ona görə hədisləri atırlar bir tərəfə. Üsul qaydalarına əsasən fətva verirlər. Bu axmaqlıqdır, bu geri zəkalılıqdır. Heç bir müştehid axmaq deyil ki, səfih deyil ki, gül ki imamın hədisini qoysun kənara, gecə qaydayla fətva versin. Əgər hədis varsa, səhihdir, mötəbərsə, niyə o hədis kənara qoysun? Əgər kənara qoyursa hədisi, demək, hədisdə nəsə bir müşkül var imiş. O müşkül artıq avam adam görə bilmir. Necə ki, məsələn, fərzən belə deyir, bədənimizdə bir virus olur, bir mikrob olur, sən mən görə bilmirik. Gedir, həkim bir aparatla baxan olsa, deyir, hə, filan mikrob var, qanunda, ya məsələn deyək, filan yerində filan iltihab var, filan şey. Niyə? Çünki onun ixtisaslı o bilir, sən bilmirsən. Ya məsələn, həkim baxan kimi gözünə, qaşına dərhal bir şey görür ki, biz onu görə bilmirik. Niyə? Çünki onu oxuyub, onun xəbəri vardı ondan. Adi adam görə bilmir onları. Müctehidlik də həmçinin bu cürdür. Deməli, onda hər nə qədər imamın qeybətin uzanırsa, bir o qədər üsul elminə ehtiyacımız çoxalır. Niyə? Çünki zaman get-gedə inkişaf eləyir, zaman get-gedə qabağa gedir, yeni-yeni məsələlər çıxır. O yeni-yeni məsələlərin təbii ki, nə ayəsi olmayacaq, nə hədisi olmayacaq. Çünki həmən ayə və hədislər əlimizdə, təzə hədis nazil olmur ki. Nazil olan ayə həmən Quran-ı Kərimdədir, həmən hədislərdə həmən hədis toplularındadır. Nə yeni ayə nazil olmayacaq, nə yeni hədis gəlməyəcək. Bəs onda yeni-yeni məsələlərə müştehid necə cavab verməlidir? Deməli, onda müştehid əlində bir sıra qaydalar olmalıdır ki, həmən qaydaların əsasında Quran və hədisə müxalif olmadan fətvaların verə bilsin. Xülasə, deməli, üsul elmi müctehidin istinbat zamanı əlindən yapışacaq ən mötəbər, ən möhkəm bir dayanacağıdır. Əgər o qaydalar olmasa, müştehid fətva verə bilməz. Yaxşı, bu o deməkdir ki, usul elmdə nə var, hamısı düzdür. Deyir, yox, o demək deyir ki, bu axmaqlıq olar deyir ki, usul elmdə nə var, hamısı düzdür. Usul elmdə bir elmdir. O da bir alimlərin beyninin məhsuludur. Düzü də ola bilər, xətası da ola bilər. Biz şiənin etiqadına görə Quran-ı Kərimdən başqa hər hansı bir kitab yazılıbsa, istər hədis kitabı olsun, istər qeyri-hədis kitabı, hamısında düz şey də var, səhv şey də var. Xətası olmayan yalnız və yalnız Allahın kitabıdır. O Allahın kitabından başqa ikinci bir kitab tanımırıq. Bəli, əhl-i sünnə deyir, məsələn, Səhih Buxaridə nə var, hamısı düzdür, Səhih Müslimdə nə var, hamısı düzdür. Biz onu da qəbul etmirik. Biz deyirik, ən yaxşı kitabımız hədisdə deyir, məsələn, Kafidir, Şeyx Kuleyni rəhmətliyin Kafisidir. Amma demişik, Kafidə nə var, hamısı düzdür. Belə bir söz deməmişik. Demişik, Kafi ən yaxşı kitabımızdır. Amma içində səhih də var, zəifi də var.
Yeganə kitab ki, qəbul etmişik, əlifindən yasına qədər, başlanğıcından sonuna qədər hamısı düzdür. Allahın kitabıdır, Quran-ı Kərimdir. Ondan başqa heç bir kitabımız yox. Deyək ki, kitab yoxdur, nə var içində hamısı düzdür. Üsul elmində bir elmdir. Necə riyaziyyat alimi bir şey yazar, səhv də olar, içində düz də olar. Bir həkim tibbdə bir kitab yazar, düzü də olar, səhvi də ola bilər. Üsulda bir elmdir. İçində səhihi də ola bilər, zəifi də ola bilər. Qalıb hər kəsin ağlına, bu alim bu cür düşünüb, sən onunla yaxşısını düşün. Sənə demirlər ki, sən düşüncən qabağına yoxdur ki. Amma dəlili ilə. Tutaq ki, məsələn, deyək, bu müştəhid gəldi, isbat elədi, filan məsələn, fərzən deyək ki, bəraət filan yerdə cari olur, filan yerdə cari olmur. Və dəlillərdə 1-2-3 dəlillər qurdu. Əgər dəlil səni qane eləmir, yaxşı sən onu rədd elə. Mədəni soda söyməklə, təhqirlə yox. Hal-hazırda görürük ki, yəni çox, belə deyək də, həyasızcasına, pozğun söyüşlərlə müştəhidləri söylər. Və yavaş-yavaş həmin ərəb dünyasından sirayət edir Azərbaycana da. Yəni son günlərdə qulağımıza çatır da, filan da ad çəkmirəm burada, filan kəs dəfələrlə ki, çox pis şəkildə məsələn təhqir edir müştəhidləri. Elə bir ki, nəuzbillah müştəhidlər imamın nədən düşməciliyi varmış axmaqlıqdan və yaxud da ki, arxasında duran indi İngilis mi, Yahudi mi, hansı bir qüvvələrin planı ilə verdiyi pullarını elədiyi göstərişlərində pulsuz işim yox. Mən o günahımı qoyumu götürməm, pul Allah alınır. Axır, xidmət kimi eləyir İslamın düşmənlərinə. Nədir dalında duran? Niyə görə bu qədər batil cərəyanlar hamısı? Elə istəyirlər ki, şiəni müctəhiddən ayırsınlar. Hey, müctəhidi gözdən salsınlar. Bir dənə hədəf üçün, qısa konkret. Sürünü çobansız elə qat qabağına sür hara aparırsan apar. Çünki bu vaxta qədər, əgər 300 il imamlar idarə edirsə, 1100 ilə qədər də müştəhidlər idarə edir. Bu 1100 ildə görürlər bu şiənin kökünü kəsə bilmirlər. Çünki şiənin dalında Allah durur, Peyğəmbər imam durur və onlardan sonra müştəhidlər dostulda gücləri çatan qədər Allah'a söykənərək müdafiə eləyiblər. Gördülər ki, öhdəsinə gələ bilmirlər. Şiələr durub başında, müştəhidlər durub şiənin başında neynəsinlər? Ən yaxşı odur ki, müctəhidliyi gözdən sal, müştəhidi mərcə təqlidi gözdən sal, insanlar ona inam itəndən sonra artıq şiə oldu yəsiz. Necə ki, bu qatırlar qabaqlarına Daesh, Muayiş işi, nə istəyirlər ondan eləyirlər, şiəni o cür eləyə bilmirlər. Niyə? Çünki nə qədər də aramızda ixtilafımız olsa, nə qədər problemimiz olsa da belə, müctəhid əmr verən kimi baş əyri ağa deyilsə də, çünki imam məni ona bu etiqadla yaşamışım 1000 ildə ki, imam gedəndə qeybətə bizi onlara tapşırır. İndi səhv deyilsə, düzəlsə özü hesab verəcək. Özü imamına, Allahına nə hesab verəcək, onun işidir. Mənim işim deyil ki, mənə demişdi ki, sənin vəzifən müctehidə itaət eləməkdir. Yaxşı, yaman özü bilər, neyniyib? Görürlər ki, bu nə cür dəqiq hesablanmış imam tərəfindən bir şeydir ki, və əmməl həvadisul vaqiə fərciq fihə ilə ruvati hədisina. Qabaqda çıxan məsələlərdə bizim hədislərin ravilərindən yapışın, onlara müraciət ediyor. 1000 ildə bunları sındıra bilmirlər bu. Qalanı fəth eləyə bilmirlər. İndi düşüblər, bir sıra axmaq insanlarla müştəhidlərə həyasızcasına söyüşlər, təhqirlər, nalayiq sözlər. İndi bilməm, bunları mən havadan danışmıram, amma özümü gördüyüm, videolarını baxdığım, qulaq astığım şəxsləri danışan, ad çəkmək istəmirəm bunların olsun, lentoların adları ilə. Ərəb dünyasında yavaş-yavaş sirayət edir, artıq keçib Azərbaycandan. Çünki onlar bir şəbəkə kimi dediyim kimi arxasında hansı qüvvələr dayanıb, Allah bilir, müştəhidliyi vurmaq və insanları müştəhiddən uzaqlaşdırmaq. Xülasə, deməli, bizim bir müsəlman kimi şəri məsələlərə ehtiyacımız var. Şəri məsələlərdə biz bacarmırıq, müştəhid istinbat eləyir. Müştəhid istinbat eləyən zaman bir sıra qaydalardan istifadə eləməli. Həmən qaydalar əsasında hökm şərini istinbat eləsin. Həmən qaydaları düzəldən elmin adı nədir? Üsul elmi. Həmən qaydaların məcmuəsini üsul elmi deyirik. Üsul elmi həmən qaydaları verir fəqihə, müctehidə. Fəqihədən elə həmən o fəqih özü müştehiddir. Yəni həm üsulda müştehiddir, həm də fiqhdə müştehiddir. Əvvəlcə qaydaları düzəldir ki, mən hansı qayda əsasında hökm şərini Qurandan və hədisdən çıxardacam. Həmən o qaydaların düzəltdi, o qaydanın məcmuəsi nədir? Üsul elmi. Deməli, üsul elmi müctehidin hökm şər'iləri istinbat eləyən zaman söykəndiyi qaydaların məcmuəsidir. Bu oldu bizim üsul elminin tərifi. Oxuyaq tərifin. Buyurur ki, Ta'rifu ilmül usul və mevdu'uhu və gayetuhu. Usul elminin tərifi, onun mövzusu və onun hədəfi, gayəsi. Əvvələn bunu qeyd edelim, önləri söz önə gəlir. Əqaid elmin başlandı da qısa konkret işarə elədi. Dedi ki, adətən hər bir elmə başlayanda məbadi təsəvvuriyyəsinə toxunurlar. Deyilən məbadi iki cürdür. Məbadi təsavvuriyyə və məbadi təsdiqiyyə.
Məbadi təsəvvürü, yəni həmin elmin barəsində ümumi görüş yaradan, təsəvvür yaradan bir sıra öncədən verilmiş, belə deyək, məlumatlar. Öncəki məlumatlar ki, həmin elmin barəsində sənin üçün təsəvvür yaradır. Onu deyək, məbadi təsəvvüriyyə. Məsələn, misal deyək ki, bir tələbə qəbul oldu tibb universitetinə, müəllim birinci dərsə gəldi, girdi. Əvvəlcə bunun aşağısında ki, tibb elmi nədən bəhs eləyir, bunun hədəfi nədir, məqsəd nədir? Daşı müəllim deyir ki, tibb elmi, məsələn deyək, insan bədəni və onun xəstəlikləri, bu xəstəlikləri ortadan qaldırmaq üçün ona lazım olan dərman preparatlarından danışan elmdir, məsələn. Elədir Seyid? İnsan bədəni, orada olan xəstəliklər, bu xəstəliyi ortadan qaldıran dərmanlardan danışan elmə deyirlər tibb elmi. Bu tələbənin belə zehinini yarandı ki, artıq mən söhbət, məsələn deyil, zoologiyadan getmir, heyvanlardan danışmırıq. Biz artıq insan bədənindən danışırıq, adam, insan bədənindən. Və insan bədənindən ona görə danışmırıq ki, məsələn, fərzən deyək ki, bunun, məsələn deyək, qanunun tərkibi, məsələn, filan neçə qram nə təşkil edir. Mümkün o da fizikaya aid olan bir şeydir, hər hansı bir maddənin tərkibinə aid, kimyaya aiddir. Kimyadan danışmırıq. Bizə lazım olan hissədir budur ki, məsələn deyək, qan nə üçün lazımdır, olmasa çox olanda nə ziyan verər, az olanda nə xəstəlik gətirə bilər. Deməli, insan bədəni onun xəstəliklərindən danışan elmə tibb elmi deyirlər. Mümkün insan bədəni başqa sahələr də axtarır, işimiz yoxdur. Biz insan bədəni üz gətirə bilir, xəstəlikdən danışırıq. Biraz izah elədim, mövzusu nədir, nə bilir nədir? Tələbənin zehnində artıq tibb elmi barəsində bir təsəvvür yaranır. Elə məbadi təsəvvüriyyə. Tibb elminin də tərifi nədir, mövzusu nədir? Yox da bir riyaziyyat müəllim girdi, məsələn deyək, məsələn deyək, 6-7 sinifdə, mümkün uşağı o söz demək, 6-7 sinifdə başlayır riyaziyyatdan dərs deməyə. Gəlir, girdi 1-ci sinifə, riyaziyyat elmi, nədən, ədəddən danışan elmdə bölünür ki, elə məsələn cəbrə, həndəsiyə, fərzən deyib, başda bir məlumatlar verdi. Hələ dərsə girməmişdən qabaq artıq tələbə bilir ki, mən nə dərsində oturmuşam. Onu deyək, məbadi təsəvvüriyyə. Bir də var, məbadi təsdiqiyyə Seyid. Məbadi təsdiqiyyə artıq elmə daxil olandan sonradır. Məbadi təsdiq onu deyirlər ki, hər bir məsələdə məhmulların mövzular üçün sübut edən dəlilləri deyirlər məbadi təsdiqiyyə. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, fiqh elmində bir qayda düzəltdir. Məsələn, dedi ki, suqul muslimin hüccə. Fiqhdə bir dənə qaydadır. Müsəlman bazarının hüccəti vardır. Yəni, ya bir dəfə mən heyvanı özüm kəsinəm, bismillah deyib kəsinəm, halal olur. Bir dəfə deyək ki, bazardan alım, bilməm, bəlkə haramdır, Allah bilər. Amma necə ki, özün kəsən də halal olur, müsəlman bazarında kəsib bilmədin, halal kəsilib, haram kəsilmən bilmədiyin qayda sənin üçün nədir? Heyvan sənin üçün halal hökmündədir. Bu bir qaydadır. Suqul muslimin hüccətdir. İndi bu bir dənə cümlədir, qəziyyədir. Mövzusu var, məhmulu vardır. Elədir. Suqul muslimin mövzudur, hüccət onun məhmuludur. Bu məhmulu, bu mövzu sübut edən dəlil nədir? Hardan deyirsən ki, müsəlman bazarı hüccətdir, yəni müsəlman bazarını ət alıb yesin, Allah səni qiyamətdə hesaba çəkməyəcək. Nədir dəlilin? Deyəcəm, dəlilimi taşımam, Sadə Qəzən falan hədisi, İmam Bağır Qəzən falan hədisi, filan, bu oldu mənim dəlillərim. Həmin o hədislər ki vardır, hüccət məhmulun, suqul muslimin üçün sübut eləyəcək, ona nə deyirik? Məbadi təsdiqiyyə, yəni təsdiqləyici məbdələr. Ondan danışmırıq biz. Bizim hal-hazırki bəhsimiz məbadi təsəvvüriyyədədir. Nədir məbadi təsəvvüriyyə? Yəni, elm barəsində təsəvvür yaradır ki, bu elm nədən bəhs eləyir? Ona görə də adətən üsul elminə daxil olanda o məbadi təsəvvürün üçünə işarə eləyirlər. Tərifu elmil usul, mollu elmil usul, qayətu elmil usul. Yaxud məsaili elmil usul, məsələn, 4 dənə. Amma əslində 8 dənə bəlkə də sayıblar. Filan elmin tərifi nədir? Həmən elmin mövzusu nədir? Həmən elmin məsələləri nədir? Həmən elmin ta ki, hədəfi nədir? Qayəsi nədir? Həmən elmin məsələn deyə tarixi hardan başlayıb? Ən böyük alimlər kim olurlar bu arada? Bu arada məlumatda yəni. Xülasə. Deməli onda başlanğıcımız başlayır məbadi təsəvvüriyyə, üsul elminin məbadi təsəvvüriyyəsi. Əl-əmrul əvvəl tərifu elmin usul. Məbadi təsəvvüriyyənin birincisi nə olur? Hər hansı elmin tərifi. Buyurur ki, tərifu elmil usul və mevduuhu və qayətuhu, yəni məbadi təsəvvürdən üçünə işarə eləyib. Tərifinə, mövzusuna və qayəsinə. Buyurur ki, İnnə ləfzat üsulul fiqh təştəmilu alə kəlimətəyni. Deyir ki, üsul fiqh sözü 2 dənə sözdən ibarətdir ki, sözü şamildir ki, tədullan, yəni üsul və fiqh sözü. Digər elə üsulul fiqh, muzah bilik, üsul və fiqh. 2 sözdən ibarətdir. Tədullani alə ənə huna usulən və qəvaid. Üsul sözündən başa düşürük ki, burada bir üsuldan məqsəd nədir? Yəni qaydalar. Üsulən qaydalar. Bir sıra əsaslar, üsul yəni kök, əsaslar vardır, qaydalar vardır. Yəttəkilul fiqhu əleyha.
fiqh, yəni fəqih, müctehid öz istinbatında ona söykənir. Fiqh elmi ona ittikal edir, ona söykənir. Yəttəkil ona söykənir. Deməli, üsulul fiqh sözü, ifadəsi iki dənə sözdən ibarətdir ki, o ibarənin birincisi üsul sözüdür. Üsulul fiqh, fiqhin kökləri, fiqhin qaydaları, fiqhin üsulları. Deməli, onda üsul və qaydalar vardır ki, bir sıra üsul və qaydalar vardır ki, fiqh elmi ona söykənir, ondan asılıdır. فَلَا بُدَّ مِنْ تَعْرِفِ الْفِقْهِ əvvələn, ona görə gəlir ki, əvvəlcə fiqh elmin tərif eləyək, ثُمَّ تَعْرِفْ usulihi ثَانِيًا, sonra üsul elmin tərif eləyək. Əvvəlcə fiqh elmin tərif eləyək, çünki üsulul fiqh, fiqhin üsulu. Mən artıq müqəddimədə izah elədim. Yəni, ibtidadan dedim, müctehid risaləni əbəsdən yazmır, cibindən çıxardıb yazmır, ya ayə, ya hədislərin məzmunu götürüb risaləyə yazır. Biz elə açırıq risaləni rahat, qəşəng, asan şəkildə oxuyur. Amma bilmirik ki, mümkündür o bir sətir sözü müctehid bir həftə, 2 həftə əlləşir. Ta ki, gəlib o bir sətir yazmaq üçün. Bəzən olur bizim burada müştehidlərin dərsində. Bir dənə hökmü, fətvası üçün mümkün. Məsələn, misal fərzən, misal deyək, məsələn, bu yaxınlarda. Deyək ki, İmam ilə məmumun arasındakı müştehidlərdə 1 metrə qədər məsafə olsun, məsələn, 1-2 addıma qədər məsafə olsa, problemimiz ondan böyük olsa, məsələn, cəmaət namazını batil eləyər. Yazanda mümkündür müştehid risalədə bir sətir yazacaq. İmamla, məsələn, məmumların arasında, məsələn, bir böyük addımdan artıq məsafə olması, heç bir sətir də bəlkə düzəlmədi, elədir. Həmən bu bir sətir üçün yalan olmasın, bəlkə də 2 həftə, 3 həftə əlləşdi. Bir dənə bu bir sətir üçün ki, bunu necə ispat edir doğrudan da bu cür üçün, hədislər ziddiyyətlidir həddən artıq. Bir dənə bu bir sətir üçün 2 həftə, 3 həftə dərsdə dayandı müştehid ki, sübut eləsin doğrudan da imamla məmun arasında bir addımdan, məsələn, 1-2 addımdan artıq olmaz. Necə rahat oxuyur, elə bir ki, bu asanlığın almış məsələ. Deyir, indiki söhbət üsulul fiqhdən gedir. Əvvəl fiqhi bilək, fiqh hansı elmdir ki, üsul onun əsaslarıdır. Fiqh elmi hansı elmdir ki, üsul onun qaydalarını verir. Əvvəlcə fiqhi tanıyaq. Deyəndə ki, məsələn, fərzən deyək ki, fərzən. Deyəndə, kameranın, məsələn, şunuru. Keşəfət, kamera, məsələn, nə kameradan sonra nə şunur gəzərsən? Elə deyil. Yoxsa deyəndə kameranı şunursən, kamera, məsələn, nə şunur alıb gətirərsən? Ya biləsən, kamera nə kamera, nasıl şunur, ona uyğun alıb gətirərsən? Üsulul fiqh, fiqh elmi bilək, ondan sonra görək ki, onun üsulu nəymiş? Burada lüğəti mənada, istilah mənada. Yox, istilahı mənasındadır. Üsul sözünün köklər deməkdir. Elə həmən o istilahi mənasında kök mənasına qayıdır, yəni əsaslar. O əsaslar ki, qaydalar. Thumma ta'rif usuli thaniya, sonra onun üsullarını ikinci dəfədən tərif edir. Əl-fiqh demək ona fiqhin tərifini keçirir. Əla ma huvel ma'ruf fi ta'rifihi. Necə ki, yəni alimlər arasında bu tərif məşhurdur. Necə ki, məşhurdur alimlərin dilində. Fiqh elmin belə tərif ediblər. Huvel ilmu bil əhkam-ı şər'iyyə. O, yəni fiqh elmi əhkam-ı şər'iyyəyə olan elmdir. Əl-fər'iyyə deyəcək, hər birini işarə edəcək, hər kəlmə deyəcək. Niyə əhkam şər'iyyə dedi, fər'iyyə, hər birinin sözü vardır. Huvel ilmu, fiqh elmi bir elmdir ki, nəyi araşdırır? Əl-əhkam-ı şər'iyyə, şəri hökmləri araşdırır. Əl-fər'iyyə, fəri deyəcək, niyə gör fəri deyib, qabala deyəcək. Ən ədillətiha, bunu elə belə yox, havadan yox, dəlillərindən istinbat edir, ət-təfsili dəlillərindən. Deməli onda, bu bir tərifdir. Neçə yüz il bundan qabaq alimlər bu tərifi qurublar fiqh elmi üçün. Huvel ilm bil əhkam-ı şər'iyyə fər'iyyə ən ədillətiyyə təfsiliyyə. Yaxşı. Ki, deyil görə bu tərifi niyə budur qurublar? Fəxərəcə bi qeydi şər'iyyə əl-əqliyyə. Deyir ki, tərifdə əqliyə qeydin vurmaqla istəyir əqli qaydalar çıxartsın. Yəni, əl-əhkamul əqliyyədən söhbət etmir. Fiqh elmi şəri məsələlərdən danışır. Fəlsəfədə ki, əqli qaydalardan danışsın. Deyəndə ki, əl-ilmu bil-əhkam əş-şəriyyə, şəriyyə demək istəyir, əqli qaydalar çıxartır. Fiqh elmində əqli qayda yoxdur. Əqli qayda olsaydı, əl-elisam sözünü istat gətirək. Deyir ki, ağılla olsaydı, onda ayağımızın altını yumaq, üstünü yumaqdan daha məsləhətə uyğun olardı. Çünki ayağı altı toza boyanır. Toza bələnən yeri qalır, şəriyyəti üstünə çəkinə. Şəriyyə lüğətindən gitti. Şəriyyətin göstərən Allahın təşriyi, yəni. Peyğəmbər və imamın təşriyi. Yox, şəriət elə həmən şəriyyədən. Muhammed sallallahu aleyhi və sələm şəriyyətinə uyğun. Din, hə? Din, yox. Din daha genişdir. Dindən məqsəd şəriətdən əlavə əqaid və əxlaq da onun içindədir. Din 3 hissədən ibarətdir. Əqidə, şəriət və əxlaq. Bunun məcmuəsi edilir din. Biz fiqhdə ancaq nədən danışırıq? Əməl məsələlərini, yəni şəriətdən, təşriydən. Ona görə, yadınızda qalsın, əqaid dedim, əhkam.
Əhkam şəriə bir yerdə. Əhkam üçün fərq edə bilər. Yadınızda qalsın. Bütün peyğəmbərlərdə din hamısı da eyni olub. İnnə dinə indəllahil İslam. Dindən məqsəd orada əqidə məsələlərdir. Yəni Musa əleyhissalam nəyə əqidə daşıyırsa, İsa əleyhissalam ona əqidə daşıyır, Adam əleyhissalam ona əqidə daşıyır. Yəni Allah təkdir, cənnət, cəhənnəm haqdır, tutaq ki, peyğəmbər, mələk, nə bilim, bunlar hamısı eynidir. Amma şəriət fərqlidir. Mümkün Musa əleyhissalam namazı bizim namazı oxşamırdı. Nə İbrahim əleyhissalam namazı Nuh əleyhissalam namazına oxşamırdı. Şəriət başqadır. Şəriət yəni əməl məsələləri. Xülasə, deyir ki, şər'iyyə qeydin vurmanın üstə əqli çıxartsın. Yəni, fiqdə əqli qaydalar yoxdur. Fiqdə hamısı şəriət məsələlərdir, fiqhi məsələlərdir. Fəxərəcə bi qeydi şər'iyyə əl-əqliyyə. Əqli şeyləri çıxartdı. Və bil fər'iyyə əl-i'tiqadiyyə. Dalican deyəndə əl-fər'iyyə qeydin vuranda əqidə məsələlərini çıxartdı. Yəni, biz fiqdə namazdan, orucdan danışırıq, xumsdan, zəkatdan danışırıq. Danışmırıq ki, Peyğəmbər məsum olmalıdır ya yox. Quran təhrif oluna bilər, olunamır. O əqidə məsələsidir. Biz fiqdə nədən danışırıq? Şəriət məsələsinə, fər'iyyə. Əl-fər'iyyə qeydin vurmaqla nəyi xaric elədilər? Əqidə məsələlərini ixrac elədilər. Vəl məsail üsuliyyə. Və nəyi ixrac elədilər? Üsul məsələlərini çıxartdılar. Yəni, fiqh elmi üsul məsələlərindən danışmır. Bəlkə üsul məsələlərindən kömək alır. Ondan danışmır. Fiqh elmi ancaq şəriət məsələlərindən danışır. Və bir təfsiliyyə qeydin vurmaqla. İlmul muqallidi bil əhkam. Sənin kimi, mənim kimi sıravi, yəni müctehid olmayan bir sıravi müsəlmanın risalə əməllidən öyrəndiyi şəri hökmlər. Təfsiliyyə də qeydi onun üçündür. Yəni müctehid də bilir, məsələn fərzən deyək ki, 3-dən 4-də şəkk eləyəndə 4-də qoyub 1 rükət ehtiyat namaz qılırsan, sən də. Elə deyil. O da o şeyi bilir, yəni risalə yazdan o da bilir, sən də bilirsən. Amma sənin bilmədiyin bir çox şeylər var. O bilir ki, məsələn, hansı hədisə söykənib yazmışam Risaliyə. Bu hədisin müqabilində olan hədisləri necə həll eləmişəm? Necə o hədisi kənara qoyub bu hədisdən yapışmışam? Aydın oldu. Çünki bəzi rivayətlər dəlalət edir ki, aşağı qoyacaqsan, bəzi də yuxarı qoyacaqsan. Necə o, məsələn deyək, aşağı bəna eləyəcəksən hədisin ki, qoydu kənara, yuxarı bəna eləyəcəksən hədisini yapışdı, onun əsasən fətva verdi ki, 3-dən 4-də şəkk eləyəcəksən, 4-də qoyub namazı tamamla, 1 rükət ehtiyat namaz qılacaqsan. Risale o cür yazdı. O bilir nə üçün yazır, ondan xəbərin yoxdur. Nəticəsini o da bilir, sən də bilirsən. Risaleyə yazılan miqdarda sən də bilirsən, müştehidin də bilir. Amma onun arxa planını o bilirsən, bilmirsən. Təfsiliyyə qeydini ona görə vurdu ki, müqəllidlər çıxsın. Çünki müqəllidlər belə deyil də, o yekun nəticəni bilir. Amma necə gəldi çıxdı o nəticə, ondan xəbəri yoxdur. Aydın oldu? Təfsiliyyə qeydini ona görə vurdular ki, ixrac eləsinlər elmül müqəllidi bil əhkam. Müqəllidlərin, yəni risalə oxuyanların ki, əhkam olan elmləri var, onu çıxarsınlar. Mükəvad insanlardır, sıravi insanlar. Fə innəhu və inkənə alimən bil əhkam. Bəli, sıravi insanlardır, risaləni mümkün müştehiddən yaxşı əzbər bilir. Bəzi adam mümkün müştehidin özünə yaxşı əzbər bilir risaləni. O da bilir, müştehid də bilir, amma fərq edir. Bu nəticəni bilir, müştehid nəticədən əlavə, o nəticə aparan yolların hamısını bilir ki, nədər gəldim, çıxdım ora. Və inkana alimin bil əhkam. Lakinnehu la an dəlilin təfsil. Amma təfsili dəlindən xəbər yoxdur. Hansı ayədən çıxartdı, hansı hədisdən çıxartdı, hansı qaydaya söykəndi və ilaxır. Bəl, yəttəbi'u dəlil icmali. Bəlkə icmali bir dəlilə söykənir. Və huvə hücciyyət rəyil müctehid. O da müctehidin rəyinin hücciyyət məsələsidir. Fi haqqihi, onun haqqında, yəni hər bir müqəllidin haqqında müştehidin rəyi hüccətdir. Fi ammətil əhkam, ümumi hökmlərdə. Yəni Allah Taala Peyğəmbəri imamı vasitəsilə bizə bir dənə xəbər göndərdi. Hansı ki o xəbər əqlimizin təsdiqləyicisi oldu. Ağlımız da hökm eləyirdi ki, bilmədiyinizi bilənlərdən soruşun. Maşınımız xarab olur, üstə aparırıq, aparmırıq, aparırıq. Uşağımı məktəbə hazırlayıram. Həkim yanına aparmıram ki, müəllim yanına aparıram. Xəstəm olanda müəllim yanına getmirəm, usta yanına getmirəm, gedirəm həkim yanına. Yəni, insan ağlı hökm eləyir ki, ey bilməyən insan, bilənlərə müraciət elə. Din də bir dənə sahədir. Din də bir sahə olduğu üçün biz mütəxəssis deyilik, mütəxəssisə müraciət edilir. Mütəxəssislər müştehiddir. Müştehid deyir ki, namazı belə qıl, orucu filan tut, filan şey orucu batildir, filan şey batillənmir. Səfərə çıxanda filan kilometr gedəndən sonra namazı qəsr edir və ilaxır və s. Bu cür məsələlər. Deyir ki, ammi, yəni sıravi insan, müqəllid. Nəyə söykənir? Ümumi bir qayda. O neydi ümumi qayda? Hər bir sıravi müsəlmanın vəzifəsidir ki, müctehidin sözünə itaət eləsin. O qaydaya söykənir, o risaləni əzbər versin. Bilmir o hardan gəlib çıxıb, hardan gəlib yazıblar ora. Və vəzifəsi də o idi. Vəzifəsi də o idi ki, neynəsin? Kör-körana şəkildə müctehidin sözünü qəbul eləsin. Niyə?
Nə üçün? Çünki ağıl hökm edir ki, bilməyən insanın vəzifəsi bilənə müraciət eləməkdir. Cahilin vəzifəsi alimə müraciət eləməkdir. Bəli, yəttəbi'u dəlil icmali, bəlkə icmali bir dəlilə söykənimdir. İcmali dəlil nəyə deyilir? Yəni icmali şəkildə, yəni xülasavar şəkildə bilir ki, mən bilmirəm, cahiləm. O isə alim. Cahil pis mənasını yox, bilməyən. Mən bilməyənəm, o alim biləndir. Və hər bir sahədə bilməyənin vəzifəsi o sahəni bilənə müraciət eləməkdir. Ona görə gedib müştəhiddən təqlid edir. Müctəhid də yenə bilmədiyi sahədə həkimə müraciət edir, mühəndisə müraciət edir və ilə axır və s. Bəli, yəttəbi'u dəlil icmali. Nədir o dəlil icmalisi? Və huvə hüccət. Bəli. Bəli. Və huvə hüccət rəyil müctəhid. Müctəhidin rəyinin hüccət olmağıdır. Fi haqqi həmən o aminin barəsində, sıravi insanın barəsində. Fi ammətil əhkam, ümumi hökmlərdə. Və əmməl müctəhid, amma müctehidə gəlincə, fə huvə alimun. O da bilir. Amma bi kulli hükmin, hər bir hökmü bilir o da. Risalə yazdığını bilir. Amma necə bilir? Ən dəlilil xas. Hər bir məsələni xüsusi dəlili ilə bilir. Bilir ki, bu şey ki, burada yazmışam, məsələn, filan ayəyə görədir. Bu hökm yazmışam, filan hədisə görədir. Bu hökm yazmışam, istisaba görədir. Bunu yazmışam, bəraətə görədir və ilaxır və s. Hər bir yazdığı şeyin hökmündən əlavə, hökmün dəlilinə bilir ki, filan dəlilinə vermişəm. Sonra buyurur ki, bəli. Əl-usul və iləykə bəyan umur sələsət fihi. Amma keçirik ikincisine, üsul kəlməsinə ki, burada da 3 dənə məsələni araşdırmalı. O da qaldı gələn dərsə. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed və ali Muhammedin və accil fərəcəhum. Dayan. Şu kırmızı yanları söndü. Bastı neyse kırmızı söndü kabağı. Kabağda kırmızı ışığı yanında söndü. Yakında. Sağ ol sen. Neçə dəqiqə oldu? Devir çok oldu ya da. Yok. Harsa 40 dəqiqə yaxın belə. Azalma olar ya. Yok, 35 dəqiqə olacağım, çox etməyəcək. Bugün da müqəddimə dərsin yarısı elə belə danışacaq işte. Biraz tutarlı da anlamı. Necə? Devam eder ödenizi. Selamünaleyküm, akşamınız hayır olsun. Hazır vaktim kanalında bir 5-6 dakika. Abi,